إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله اللهم علمنا ما ينفعنا وانفعنا بما علمتنا وزدنا علما أما بعد. Əziz və dəyərli qardaş abazlarım, hörmətli müsəlmanlar və dinləyicilər, Peyğəmbərimizin sallallahu əleyhi və səlləm hədisləri silsiləsinə, onların izahına davam edirik və Buluğul Məram kitabında dəstəmaz fəslinin altında olan növbəti hədisləri qeyd edəcəyik bugün. Hansı ki, biz bu hədislərdə Peyğəmbərimizin sallallahu əleyhi və səlləm necə dəstəmaz aldığını öyrənirdik və bugün də kitabda sıralama nömrəsi 34-cü hədisi qeyd edəcək və sonra 35 və həmçinin də 36-cı hədisi qeyd edəcək. Hansı ki, bu hədislər hamısı bir-biri ilə bağlı olan hədislər olduğuna görə belə qərara gəldik ki, 3 hədisi bir araya toplayaraq, cəm edərək onları izahını verməyə çalışaq. Deməli, ilk qeyd edəcəyimiz hədis 34-cü hədis. وعن علي رضي الله عنه في صفة وضوء النبي صلى الله عليه وسلم قال Ali Allah'ından razı olsun, Peyğəmbərin sallallahu aleyhi ve sellem dəstəmazının vəsfini nəql eləyərkən belə dediyi rəvayət olunur. وَمَسَحَ بِرَأْسِهِ وَاحِدَ deyir ki, Əli radiyallahu anhu, Peyğəmbər sallallahu aleyhi ve sellem başına bir dəfə məs çəkdi, məsh etdi. Əxracahu Əbu Davud və Tirmizi və Nəsai bi isnadin sahih. Bəl qalə Tirmizi innəhu asahhu şeyin fil bəb. Deməli, bunu Əbu Davud, Tirmizi, Nəsai səhih isnadla rəvayət ediblər. Hətta Tirmizi rahimehullah, Allah hamısı rəhmət etsin, qeyd edib ki, bu fəsildə, mövzuda olan ən səhih rəvayətdir. Deməli, Əli radiyallahu anhu kimdir? Əli İbn Əbi Talib, İbn Əbdülmuttalib, Əl-Quraşi, Əl-Həşimi, möminlərin əmri, müsəlmanların 4-cü xəlifəsi və Peyğəmbərlərin sonuncusunun əmsi oğludur, sallallahu aleyhi və səlləm və doğru rəyə görə Peyğəmbərlikdən 10 il əvvəl doğulub və sirə kitablarında qeyd olunan məlum hadisəyə görə Peyğəmbərin sallallahu aleyhi və səlləm yəni yanında böyüyüb. Peyğəmbər sallallahu aleyhi ve sellem göndərildiyi zaman ona iman gətirmişdi. Və Peyğəmbər sallallahu aleyhi ve sellem qızı Fatiməni onunla evləndirib və Tabuk döyüşü zamanı onu öz ailəsinin yanında Peyğəmbər sallallahu aleyhi ve sellem saxlayıb və buyurub ki, yəni mənə nisbətdə Harunun Musaya olan məqamında olmağa razı deyilsənmi? Amma bir fərqlə ki, məndən sonra Peyğəmbər yoxdur. Yəni, bu dərəcədə Peyğəmbər sallallahu aleyhi və səlləm Əlini, Allah ondan razı olsun, özünə yaxın eləmişdi. Və Peyğəmbərimin sallallahu aleyhi və səlləm onun cənnət əhlindən olduğuna şahidlik edib və o şücaətli birisi idi və üstün zəkası ilə tanınmışdı. Hətta Ömər, Allah ondan razı olsun, deyir ki, bizim ən yaxşı hökm verənimiz Əli idi, Əlidir. Və Osmanın, Allah ondan razı olsun, şəhidliyindən sonra deməli, hicrətin 35-ci ilində Zilhiccə ayının sonunda Əli, Allah ondan razı olsun, xilafətə başlayır və hicrətin 40-cı ili Ramazan ayında, hansı ki Ramazan ayından 10 neçə gecə keçmiş, şəhid edilənə qədər bu vəzifədə qalmışdı. Müəllifin İbn Həcər Əl-Əsqalani, Allah ona rəhmət etsin, Əli radiyallahu anhunun hədisindən, hadisəsindən məhz bu hissəni gətirməsinin səbəbi odur ki, bu hədis Osmanın, Allah ondan razı olsun, hədisində açıq deyilməyən bir məqamı sarih, açıq aydın şəkildə bəyan edir. Necə ki, biz bundan qabaqki hədisdə, Osmanın hədisində başa məhz zikr olunsa da, zahirən onun
bir dəfə olduğu görülsə də, lakin bu, yəni orada tam dəqiq deyil idi ki, Peyğəmbər sallallahu əleyhi və səlləm görəsən başı neçə dəfə məsh etmişdi. Və lakin bu hədisdə Əli radiyallahu anhu deyir ki, Allah Resulü sallallahu əleyhi və səlləm başına bir dəfə məsh etdi. Və Əlinin bu hədisində digər üzvlərin 3 dəfə yuyulduğu halda deməli başına məhz bir dəfə yəni etdiyi açıq-aşkar qeyd olunub. Yəni Əli radiyallahu anhu digər üzvlərin 3 dəfə yuysa da, lakin məhz məsələsində vurğulayıb ki, yəni başa məhz bir dəfə edilir. Və başa məhsin bir dəfə edilməsi də əksər alimlərin, cümhurun rəyidir. Həmçində başa məhsin bir dəfə edilməsi barəsində Buxari Müslimdə gələn Abdullah ibn Zeydin hədisidir. Həmin hədisdə deyilir ki, sonra deməli əlini qaba daxil etdi və başına məhs çəkdi. Əllərini başının önündən arxasına apardı və arxadan da önə qaytardı. Bunu bir dəfə etdi. Və eləcə də Osmanın Allah ondan razı olsun əvvəl keçən hədisi də buna dəlildir. Çünki o digər üzvlərdə 3 dəfə yumanı qeyd elədiyi halda başın məshində bunu qeyd eləməmişdi. Yəni orada başın məshinin neçə dəfə olduğu qeyd olunmasa da, lakin əvvəlkilər 3 dəfə olduğu qeyd olunur və buradan da qeyd ediblər ki, elm əhli, yəni belə aydın olur ki, başa məhz bir dəfə edilir. Və həmçində Abu Davud və Tirmizidə gələn hədisdə deməli sahabə buyurur ki, mən Rasulullahın sallallahu əleyhi və səlləm dəstəmaz aldığını gördüm. O başına məhz çəkdi, başının ön və arxa hissəsinə, həmçinin gizgahlarına və qulaqlarına bir dəfə məhz etdi. Gizgah deməli gözün küncü ilə qulağın dibi arasındakı hissə və həmin nahiyyə tökülən saçlardır. Və İbn Qayyim Zədül Məad əsərində qeyd edir ki, doğru olan da budur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm başının məhsini təkrar eləməmişdir. Əksinə digər üzvləri yuyarkən onları təkrar 3 dəfə yuysa da, başın məhsini tək edərdi, bir dəfə edərdi. Və ondan gələn açıq aydın, sarih rəvayətlər belədir ki, yəni o başına bir dəfə məhs çəkərdi, qulaqlarına bir dəfə məhs edərdi. Bunun əksini yəni ifadə edən, bunun əksini bildirən, yəni başın 3 dəfə məhsini deyən yəni kəslərin heç bir səhih, doğru dəlili yoxdur. Və biz dəstəmazın alınma formasını yəni bundan öncəki 2 mövzuda qeyd etmişik. Oradan istəsəz baxa bilərsiniz. Təsvir bölümündə orada bir video yerləşdirilir və həmin yəni yerdə dəstəmazın əyani şəkildə alınma forması yəni göstərilmişdir və istəyən oradan baxa bilər. Və sonrasında növbəti hədisə keçid alırıq. 35-ci hədis. An Abdullah ibn Zeyd ibn Asim radiyallahu anhuma fi sifətil vudu. Abdullah ibn Zeyd ibn Asim, Allah hər ikisindən razı olsun, Peyğəmbərin sallallahu əleyhi və səlləm dəstəmazının vəsfi barəsində, sifəti barəsində buyurmuşdur ki, وَمَسَحَ sallallahu əleyhi və səlləm بِرَأْسِهِ فَأَقْبَلَ بِيَدَيْهِ وَأَدْبَرْ مُتَّفَقٌ عَلَيْهِ. Peyğəmbər sallallahu əleyhi və səlləm başına məhs çəkdi, əllərini başının önündən arxasına doğru apardı və geri qaytardı. Hədisi Buxari Müslim rəvayət edib. Və fi lafzin ləhumə, Buxari Müslimin digər ləfsində deyilir ki, bədəə bi müqəddəmi rəsihi həttə zəhəbə bihimə ilə qafə thumma raddəhumə iləl məkənilləzi bədəə minh. Deməli, başının ön hissəsindən başladı Peyğəmbər sallallahu əleyhi və səlləm məhs edərkən və əllərini boynunun ardına qədər apardı, sonra isə başladığı yerə geri qaytardı. Hədisin izahında
Deməli, Abdullah ibn Zeyd ibn Asim deməli kimdir? Həmin bu şəxs Uhud döyüşündə və ondan sonraki deməli döyüşlərdə iştirak eləmişdi. Bədir döyüşündə iştirak etməməsi barəsində elm əhli buyurur ki, ixtilaf var və İbn Həcər Allah ona rəhmət etsin özünün İsab əsərində deyir ki, insanlar Yəməmə döyüşünə çıxdıqları zaman Abdullah ibn Zeyd peyğəmbərlik iddiası edən Museyləmənin öldürülməsində Vəhşi ilə deməli şərik olub və hər ikisi ona zərbə vurmuş, yəni Kəzzab Museyləməyə, hansı ki o deməli peyğəmbərlik iddiasını edirdi və Hicrətin 63-cü ilində Harra günü şəhid edilmişdi və bu hədis uzun bir hədisin bir parçasıdır, hissəsidir və bunu Buxari Müslim rivayet eləyib. Amr ibn Əbi Həsən Abdullah ibn Zeyddən Peyğəmbərin sallallahu əleyhi və səlləm dəstəmazı barəsində soruşur və Abdullah içində su olan bir qab istəyir və onlar üçün Peyğəmbərin sallallahu əleyhi və səlləm dəstəmazı kimi dəstəmaz alır. Hədisin davamında deyilir ki, sonra əlini qaba daxil etdi və başına məs çəkdi, əllərini başının önündən arxasına apardı və arxadan ona qaytardı, bunu bir dəfə etdi. Yəni, Peyğəmbər sallallahu əleyhi və səlləm başını hər iki əli ilə birlikdə məs edərdi, tək əllə məs etməzdi. Əqbələ və ədbərə apardı və qaytardı. Yəni, məsdə əlin arxaya aparılması, arxadan önə qaytarılması, deməli, bədənin ön tərəfində olan hissədən, yəni alın hissəsindən başladı və arxaya doğru getdi və buna görə də digər rəvayətdə bu hərəkət bu şəkildə izah olunur ki, başının ön hissəsindən başladı, əllərini boynunun arxasına qədər apardı, sonra isə başladığı yerə geri qaytardı. Və ona görə də bir insan məsi alın hissəsindən başlayanda ön tərəfdəki saçların dibinə, arxa tərəfdə isə saçların üst hissəsinə toxunmuş olur. Və sonra isə əllərini arxadan önə geri qaytardıqda isə bu dəfə arxa tərəfdəki saçların dibinə, ön tərəfdəki saçların isə üst hissəsinə məs çəkir. Və məshə başın önündən başlayıb arxasından bitirməyin və sonra geri qaytarmağın hikmətlərindən alimlər qeyd edirlər ki, biri də qeyd etdiyimiz həmin bu məsələdir. Burada belə bir məsələ də var. Bəzi alimlər başın yalnız ön hissəsinə məs çəkməklə kifayətlənməyə icazəli görüblər. Onlar Muğirə bin Şüəbənin, Allah ondan razı olsun, Peyğəmbərin sallallahu əleyhi və səlləm dəstəmazı haqqında dediyi bu rəvayətə əsaslanırlar. Peyğəmbər sallallahu əleyhi və səlləm alın hissəsinə, əmmaməsinə və məslərinə məs etdi, məs çəkdi. Onlar bu rəvayətdəki alnına məs çəkdi ifadəsindən belə bir nəticə çıxardıblar ki, bu əmmaməyə məs çəkməkdən ayrı müstəqil bir məsdir. Yəni o, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm alnına da məs çəkmişdir. Onlar bu fikirdə olanlar bunu söyləyiblər, lakin həm bu hədisi, Muğiranın rəvayətini, həm də digər hədisləri dərindən araşdıran şəxsə aydın olar ki, Peyğəmbər sallallahu əleyhi və səlləm tək bir dəstəmazda həm alın hissəsinə, həm də əmmaməsinə birlikdə məs çəkmişdir. Çünki əmmama bağlandıqda istər-istəməz artıq alın hissə açıq olur, amma qalan hissələr isə bağlı olur. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm həm alın hissəsi, açıq hissəsinə, həmçinin əmmaməsinə məs edərdi. Və məlumdur ki, başında əmmamə olan şəxsə başını məs etmək üçün onu çıxarmaq vacib deyil. Əksinə, o başından açıq hissə və əmmaməyə məs çəkir. Deməli, başında nəsə var idi Peyğəmbər sallallahu əleyhi və səlləmin örtük olduğuna görə
alnına və həmçində o örtüyə məs çəkir. Amma örtük yoxdursa, insan başının hansı ki baş üst hissə adlanır və həmçinin onun arxa tərəfidir. Bu hissəyə bütöv şəkildə məs edilir və iki əllə məs edilir. Və qeyd edəcəyimiz sonuncu hədis, 36-cı hədis. An Abdullah ibn Amr radiyallahu anhuma fi sifatil vudu qal: "Thumma masaha bi ra'sihi və adkhala isba'ayhi as-sabbahatayn fi udhnayhi və masaha bi ibhamayhi ظاهر أذنيه." أخرجه أبو داود والنسائي وصححه İbn Xuzeyme. Abdullah ibn Amr'dan Allah hər ikisindən razı olsun, Peyğəmbərin sallallahu aleyhi ve sellem dəst namazının vəsfini qeyd edərkən belə buyurur: sonra başına məs çəkdi, sağ və sol əlindəki ikinci barmağını, baş barmağın yanındakı ikinci barmağını sağ əlin barmağını sağ qulağına, sol əlin barmağını sol qulağına və bunların içinə daxil etdi və eyni anda daxil etdiyi anda həmçinin baş barmaqları ilə qulaqlarının arxa hissəsinə məs çəkdi. Və bunu Abu Davud, Nəsai rəvayət edib, İbn Xuzeymə hədisin səhih olduğunu qeyd eləmişdi. Abdullah ibn Amr kimdir? O, Abdullah ibn Amr ibn Əl-As ibn Əl-Vail Əl-Quraşi və bu hədisi rəvayət edənin deməli nəsil şəcərəsidir. O, Peyğəmbər sallallahu aleyhi ve sellem ilə Kəb ibn Lüey babasında birləşir. Abdullah atasından əvvəl İslamı qəbul edib və atası ondan 13 yaş böyük idi və o və atası Məkkənin fəthindən əvvəl hicrət etmişdilər və çox ibadət edən birisi idi. Sahihəndə, Buxari, Müslimdə onun Peyğəmbər sallallahu aleyhi ve sellem ilə olan məşhur hadisəsi rəvayət edilmişdir ki, belə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem ona hər gecəni namazla, qiyamla keçirməyi və hər günü oruç tutmağı qadağan etmiş, ona bir gün tutub, bir gün açmağı və Quranı hər 3 gündən bir xətm etməyi əmr eləmişdi. Və bəzi rəvayətlərdə qeyd olunur ki, qocalanda demişdi ki, kaş ki Rasulullahın sallallahu aleyhi ve sellem verdiyi rüsxəti və asanlığı qəbul edəydim. Lakin buna baxmayaraq, ondan gələn rəvayətlər Abu Hüreyrədən gələn rəvayətlər qədər çox olmayıb. Halbuki Abu Hüreyrə, Allah ondan razı olsun, özü demişdi ki, Rasulullahın sallallahu aleyhi ve sellem sahabələri arasında məndən daha çox hədis bilən yoxdur. Yalnız Abdullah ibn Amr istisnadır. Çünki o yazırdı, mən isə yazmırdım və ondan rəvayətlərin az olmamasının səbəbi bəlkə budur ki, və o deməli Abdullah ibn Amr insanlara təlimdən daha çox ibadətlə məşğul olurdu. Yaxud da digər bir səbəb odur ki, fətihlərdən sonra o əsasən Misirdə və Taifdə yaşamışdı və elm tələb eləyənlərin bu iki şəhərə səfərləri isə, yəni elm mərkəzi olan Mədiniyə edilən səfərlər qədər çox deyil idi. Bu barədə başqa səbəblər də qeyd olunub. Tarixçilər onun harada və nə vaxt vəfat etdiyi barəsində ixtilaf ediblər. İbn Həcər, Hafiz İbn Həcər rahimehullah bu mövzuda bir neçə rəy qeyd eləyib və İmam Əhməddən belə nəql eləmişdir ki, onun vəfatı Harra hadisəsi gecələrində deməli Hicrətin 63-cü ilin Zilhicce ayının sonlarında olmuşdur. Abdullah ibn Amr Peyğəmbərin sallallahu aleyhi ve sellem hədislərini çox güclü şəkildə qoruyub saxlayırdı və bu deməli hətta yəni baxsaq görərik ki, qulaqlarına necə Peyğəmbər sallallahu aleyhi ve sellem məs edirdi, onu belə qeyd edib və bizlərə çatdırıb və burada bir məsələni qeyd edək ki, qulaqlar başla birlikdə məs edilir, başla bərabər məs edilir. Çünki onlar başın bir hissəsidir və bunun forması isə belədir ki, bir şəxs birinci hər iki barmağı sağ və sol əlindəki hər iki barmağı
hansı ki o iki barmaq baş barmaqla deməli orta barmaq arasındakı barmaqlardır. Qulaqlarının sağ və sol qulaqlarının içərisinə daxil edir. Yəni deməli qulaqlarına, yəni qulaq dəliklərinə daxil etməsidir və beləcə bununla bərabər, bununla paralel olaraq qulaqlarının xaricinə də hər iki əlin baş barmağı ilə, sağ əlinin baş barmağı ilə sağ qulağına, sol əlinin baş barmağı ilə sol qulağına, barmaqların iç hissəsi ilə deməli qulaqlarının xaricinə məsh edir. Qulaqlara məsh edilməsinin hikməti isə onları həm zahirən, həm də daxilən təmizləməkdir və qeyd elədi ki, həm içərisini təmizləyir, həmçində çöl hissəsini təmizləyir və çünki hədisdə gəldiyi kimi insan etdiyi günahları uca Allah dəstəmaz vasitəsilə silir. Həqiqətən qulaqla icazə verilməyən şeyləri dinləməklə edilən günahlar dəstəmaz suyunun son damlası ilə birlikdə çıxıb gedir. Onlar dəstəmazla təmizləndikdə bu həm hissi, həm də mənəvi bir təmizliyə çevrilir. Müslimə gələn hədisdə Osmandan Allah ondan razı olsun rəvayət olunur ki, Rasulullah sallallahu aleyhi ve sellem buyurub ki, kim dəstəmaz alar və dəstəmazını gözəl şəkildə yerinə yetirərsə, günahları onun bədənindən, hətta dırnaqlarının altından belə çıxıb gedər. Bu hədisin faydalarından qulaqların məsh edilməsinin dinimizdə varid olması və doğru olan rəy də budur ki, qulaqlara məsh edilmək vacibdir. Çünki onlar başın bir hissəsi sayılır. Növbəti fayda, qulaqların məsh edilmə qaydasının bəyanı. Belə ki, insan hər iki orta ilə baş barmağı arasındakı barmağını qulaq dəliklərinə daxil edir. Baş barmaqları ilə isə qulaqların zahirini, arxa hissəsini məsh edir. Bunu edərkən sağ və ya sol birini digərindən əvvəl başlamır. Hər ikisini eyni vaxtda eləyir. Hər iki qulağı eyni anda eləyir. Alimlər deyiblər ki, məslərin, xofların, corabların üzərinə məs çəkmək də belədir. Hər ikisi eyni vaxtda olur, eyni anda edilir. Lakin əgər insan tək əllə məs etmək istəsə, ayağındakı corablara və ya xoflara məs etmək istəyərsə, bu zaman Buxarıda gələn sağdan başlayan hədisinin ümumi mənasına və Ayşənin Allah ondan razı olsun, Peyğəmbər yaxşı işlərdə, gözəl işlərdə sağdan başlamağı səbəbdir. Sözünü əsasən sağı soldan əvvəl məsh edir. Və növbəti fayda, qulaqların məhsini təkrar etmək şəriətə görə uyğun deyil və bu icazəli deyil. Qulaqlara, başa məhs bir dəfə edilir. Çünki hədisdə hər hansı bir təkrar qeyd olunmayıb. Əvvəllər başın məhsi barədə qeyd etdiyimiz kimi baş yalnız bir dəfə məhs edilir. Eyni ilə də qulaqlar da belədir. Çünki onlar başdan olan bir hissədir. Qulaqların başdan olması səzdə zamanı burnun alından olması kimidir? Yəni onlar müstəqil üzvlər deyil. Yəni hər biri başa tabi olan üzvlərdir. Buna görə də baş məhs edilərkən onlar da mütləq məhs edilməlidir. Məhs də bir dəfə olur. Və növbəti fayda isə hədisin aşkar mənası, zahiri budur ki, insan qulaqları üçün yeni su almır. Və doğru olan rəy də budur ki, yəni qulaqlara məhs etmək üçün yeni su almaya ehtiyac yoxdur. Yəni başa məhslə yanaşı qulaqlara da yəni əldə olan həmin o yaşla islanmış əllə qulaqlara da məhs edilir. Onun üçün yeni su almağa, yeni su götürməyə ehtiyac yoxdur. Yalnız əllər tamamilə quruduğu zaman, əgər əllər tam qurusa, o zaman buna görə yeni su ala bilər, əllərini islada bilər. Çünki qulaqlar başın bir hissəsidir və onların hər ikisinin təmizliyi birdir.
və bu əvvəldə qeyd etdiyimiz kimi vahid bir əməldir. Bu qədər uca Allah bizləri eşitib yaxşı tabi olanlardan etsin. Subhanəkallahumma hamdika əşhədu en la ilahə illə ente estəğfiruke və etûbü ileyk.